Salam müəllimlər, hər birinizi xoş gördük. Mən Fəridə Xəlilli. Bu gün sizlərlə müsahibə zamanı qarşılaşa biləcəyiniz bir neçə nümunə sualların izahına baxacağıq. Müəllimlər, ilk öncə sizləri sertifikasiyanın test mərhələsində uğur qazanmağınız münasibətilə təbrik eləyirəm. Bundan sonraki müsahibə mərhələsində də hər birinizə uğurlar arzulayıram. Müsahibə dərslərimizə qoşulmaq üçün 051 753 14 84 nömrəmizə WhatsApp üzərindən müraciət eləyə bilərsiniz. Bu zaman sizlərə müsahibənin keçirilmə qaydası, ödənişi nə qədərdir, hansı platforma üzərindən keçirilir, həftədə neçə dəfədir və sair kimi məlumatlar haqqında ətraflı soruşa bilərsiniz, qeyd olunacaq. İndi gəlin keçid eləyək suallarımızın izahına. Belə bir psixoloji situasiya sualı ilə rastlaşa bilərsiniz. Deyir, əgər valideyn gəlib sizi sinifdə təhqir eləyərsə şagirdlərin yanında nə edərsiniz? Ümumiyyətlə, müəllimlər, heç bir valideynin birbaşa sinifə daxil olma kimi ixtiyarları yoxdur. Bunun üçün ərizə ilə müdiriyyətə bildirməlidirlər, yazılı şəkildə müraciətləri olmalıdır onların. Amma bəlkə valideyn qəzəblidir, o an özünü ələ ala bilmir. Bu zaman biz soyuqqanlı davranıb münasibəti gərginləşməyə qoymamalıyıq. Mədəni rəftar eləyib nəzərinə çatdırmaq lazımdır ki, bura məktəbdir. Əks təqdirdə başa düşməsə, məktəb müdiriyyəti ilə bu məsələni həll etmək lazımdır. Amma ilk öncə biz aqressiyanı gərginləşdirməməliyik, mədəni rəftar eləyib soyuqqanlılığımızı gözləməliyik. Bunu ilk öncə mütləq şəkildə vurğulayın. Daha sonra həll olmazsa problem müdiriyyətə bu məsələni bildirməliyik, həll edə bilərik. Yenə deyirəm, heç bir valideyninin sizin sinifinizə icazəsiz şəkildə birbaşa daxil olma ixtiyarları yoxdur. Gəlin keçid eləyək digər sualımıza. Kompüteri bilirsinizmi? Bu sual çox ünvanlanır. Xüsusilə onlayn tədrisdən sonra müəllimlərimizə bilərəkdən soruşurlar. Kompüteri bilirsinizmi? Bəli, qeyd eləyəcəksiniz ki, lazımi proqramları öyrənmişəm. Ən əsası Teams, Zoom, Word, PowerPoint proqramları mənim üçün əsasdır. Çünki dərslərimi İKT əsasında tədrisinə üstünlük verirəm. Daha sonra ağıllı lövhə varsa ondan istifadə etdiyinizi vurğulayın. Yoxdursa məktəbdə ağıllı lövhə olan siniflərdə ara sıra dərsi orada keçdiyinizi bildirin. Kompüteri bilməyinizin onlayn dərslərdə də sizin köməyinizə çatdığını deyə bilərsiniz. Bilirik ki, pandemiya dövründə dərslər onlayn şəkildə həyata keçirilirdi. Buna görə də Teams və Zoom proqramları bizim çox köməyimizə çatdı. Bunu orada mütləq şəkildə vurğulayarsınız. Keçid eləyək, digər psixoloji situasiya sualıdır bu da. Sinifdəki şagirdlər sizi ya da şagird sizi əsəbləşdirərsə ilk olaraq kimə müraciət eləyirsiniz, yaxud şagirdi necə cəzalandırarsınız? İlk olaraq yügürüm gedim kiməsə deyim, xeyr. İlk növbədə şagirdin özü ilə danışaram, söhbət apararam. Bu nəticə çıxarmasa valideyni ilə söhbət apararam. Görərəm ki, bu hal hardasa psixoloji cəhətdən gərginlikdən söhbət gedir. Bu uşağın psixoloji cəhətdən köməyə ehtiyacı var. Psixoloqa müraciət eləyə bilərsiniz gərginliyi aradan qaldırmaq üçün. Şagirdə ay fiziki cəza verərəm, döyərəm. Onun həddi nədir ki, belə məni əsəbləşdirir, bu həddə çatdırır? Yox, bu kimi cavablar vermək olmaz. Şagirdə cəza vermərəm. Sadəcə xəbərdarlıqdan sonra gördüm valideynlə də əlaqə qurdum, heç bir nəticə vermədi, psixoloqla nəticə vermədi, müdiriyyətə bildirmək lazımdır. Ən son halda direktorla danışaram. Mütləq ki, bu məsələ həll olacaq. Əgər belə bir situasiyadan şagird sizi əsəbləşdiribsə, məsələn, tapşırığı yazmayıbsa, o zaman neyləyə bilərik? Dərsdən sonra yenə fiziki şəkildə şiddət göstərərək cəza vermək deyil də, dərsdən sonra şagirdi saxlayaram, tapşırığını yazmağına kömək eləyərəm, yazdıraram, daha sonra yola salaram. Və bu zaman dərsdən sonra saxlayanda da mütləq şəkildə yenə valideynə bildirmək lazımdır. Özümüz öz başımıza uşağı saxlayın, belə yox. Valideyn bilməlidir, məlumatlı olmalıdır öncədən.
Gəlin keçid eləyək digər sualımıza. Şagird yönümlülük nədir? Təhsil sahəsində fəaliyyətlərin təhsil alanların, yəni şagirdlərin mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, onların istedadlarının, qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir şagird yönümlülük. Onların intellekti nəzərə alınmalıdır. Tapşırıqların tərtibi zamanı şagirdlərin intellektlərinə uyğun müxtəlif formatlı tapşırıqlar tərtib oluna bilər. Məsələn, mənim sinifimdə tutaq ki, Adəm adlı şagird tədris alır. Adəm dərsin yarış üsulu ilə keçirilməsini istəyir. Hətta buna görə onun əhvalı da pozulur. Müəllim bu zaman onun arzusunu nəzərə almalıdır. Dərs prosesi zamanı yarış üsulundan istifadə eləyə bilər. Yoxsa mən dediyim kimi olmalıdır, düşüncəsi tamamilə yanlışdır. Ümumiyyətlə son illərdə müşahidələr əsasında görürük ki, müəllimlərimizin əksəriyyəti demək olar ki, şagird yönümlülüyə üstünlük verir. Onların intellektlərinə uyğun maraqlı interaktiv dərslər qurulur. Bu da çox sevindirici haldır ki, artıq bu prinsiplər tədris prosesi zamanı nəzərə alınır. Şagird yönümlü yanaşma çox üstünlük verilir. Müəllim yönümlü yanaşma artıq geridə qalır. Gəlin keçid eləyək digər sualımıza. Şagirdlərin hansı hüquqları var? Müəllimlər, hüquq və vəzifələr mütləq şəkildə yenə düşəcək sizə ünvanlanacaq bu haqda suallar. Keçən ilki sertifikasiyanın müsahibə mərhələsində soruşulan baza suallarındandır. Yenə qarşılaşacaqsınız. Çünki bizim işimiz şagirdlərləndir. Şagirdlərin hüquq və vəzifələri də mütləq şəkildə bizim qarşılaşa biləcəyimiz sual sıralarındandır. Şagirdlərin bəs hansı hüquqları var? Gəlin yaşamaq hüququndan danışaq. Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa, valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qəti qadağandır. Hər bir uşağın ailəsi ilə yaşamaq hüququ vardır. Keçid eləyək, onların istirahət hüququndan danışmaq istəyirəm müəllimlər. Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə eləmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdən kənar bir də qeyd edirəm, baxın, məktəbdən kənar istirahət və məşğuliyyət növünü seçməkdə müstəqildir. Bu zaman ailəsinin nəzarəti altında olmalıdır. Yoxsa məktəbdən çıxsın, uşaq küçədə gəzsin, axşama kimi bu istirahətdir. Xeyr, o istirahət zamanını asudə və səmərəli şəkildə təşkil eləməlidir. Bunu da valideyn nəzarət eləyir, valideyn nəzarəti altında istirahətini şagird səmərəli şəkildə təşkil edir. Ancaq biz müəllimi olaraq da valideynlə söhbət aparmalıyıq. Görək bu şagird istirahət zamanı neynir, nələrə üstünlük verir. Əgər uşaqda məsələn müəyyən situasiyalardan biz görəcəyik ki, bu uşaq daha çox küçədə oynamağa meyllidir, dərslərdən uzaqlaşır. Bu zaman valideyni ilə bəli, biz söhbət aparmalıyıq. O demək deyil ki, dərsdən çıxdı, getdi, özü bilər, valideyni bilər. Xeyr, yenə də biz valideynlə fərdi şəkildə söhbət aparan zaman nəzarət altına almalıyıq situasiyanı. Görək şagird istirahət zamanını da asudəli şəkildə həyata keçirirmi? Gəlin müəllimlər, danışaq təhsil almaq hüququndan. Hər bir şagirdin pulsuz təhsil almaq hüququ vardır. Tam orta təhsil almaq hüququ vardır pulsuz şəkildə. Məktəbdəki hüquqlardan danışmaq istəyirəm bizə şagirdin, çünki məktəbdəki təhsil hüquqlarından ünvanlana bilər. Pulsuz təhsil almaq, dərsliklərlə pulsuz istifadə etmək, dərsliklərdən təmin olunma, məktəbin sinif otaqlarından istifadə etmək hüququ vardır. Məktəbin kitabxanasından istifadə etmək hüququ, məktəbin idman zalından istifadə etmək hüququ təhsil almaq hüququna aiddir. Gəlin keçid eləyək müəllimlər, şagirdlərin fikir bildirmək hüququ bəs nədir? Ümumiyyətlə, bunlar azad fikir söyləmək, onların həyatlarına təsir göstərən hallarda
öz sözlərini demək, birləşmək, assosiasiyalar əmələ gətirməkdir. Uşaqların bacarıqları onlar inkişaf eləyərkən cəmiyyətdə fəal iştirakı, bunun üçün imkanları daha da artır. Bu da məsuliyyətli bir vətəndaş kimi yetişməkdə onlara yardım edəcəkdir. Daha sonra müəllimlər, bəs sağlamlıq hüququ nə üçün lazımdır? Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüququ vardır. Uşaqlar bilməlidir ki, onlar ən yüksək standartlara müvafiq olan tibbi yardım hüququna malikdirlər. Bundan başqa da müəllimlər, mən bir neçə, uşaq hüquqlarına, şagirdlərin hüquqlarına toxunmaq istəyirəm. Bunlardan biri müdafiə hüququdur. Bəs müdafiə hüququ nədir? Bu hüquqlar uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır. Məsələn, qaçqın uşaqlara qayğının göstərilməsi, zorakılıq, cəzalandırma, hərbi münaqişələrə cəlb edilmə, uşaq əməyinin istismarı, narkotik maddələrdən istifadə, bu kimi, istismar məsələlərini əhatə eləyir müdafiə hüquqları. Daha sonra yaşamaq hüququndan danışdıq, inkişaf hüquqlarından danışmaq istəyirəm şagirdlərin. Bəs inkişaf hüquqları nədir müəllimlər? Bu hüquqlar uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin eləyir. Bura məsələn təhsil almaq, oynamaq, istirahət eləmək, onların mədəni tədbirlərə cəlb edilməsini, o tədbirlərdə iştirak eləmək, məlumat əldə etmək, azad fikir və din hüquqları inkişaf hüquqlarına aiddir. Belə müəllimlər, daha sonra bütün, zorakılıqlardan müdafiə hüququ da, eee, qeyd elədik müdafiə hüququnda. Aha, belə. Kimi hüquqları vurğulasanız kifayət eləyəcək. Yəqin ki, onlar sizdən konkret olaraq soruşacaqlar, şagirdlərin hansı hüquqları var. Sonra içindən ola bilər, soruşarlar, sağlamlıq hüququ haqqında danış, ya istirahət etmək hüququnda danış. Ən çox, sual belə olur ki, şagirdlərin hansı hüquqları var, hansı vəzifələri var. Yenə də qeyd eləmək istəyirəm ki, müəllimlər dərslərimizə qoşulmaq üçün 051 753 14 84 nömrəsinə WhatsApp üzərindən yazaraq qeydiyyata düşə bilərsiniz. Qeydiyyatımız davam eləyir. Siz də dərslərimizə qoşularaq uğur qazanmaq üçün tələsin. Videonu dinlədiyiniz üçün təşəkkür eləyirəm. Diqqətinizə görə çox sağ olun.